Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Deyir ki, 144 nəfər turist şəhər gəzintisi üçün 3 qrupa bölünürlər. Onların deyir ki, 8-də 3 hissəsi birinci qrupa gedib. Uşaqlar, baxın, 144-ün 8-də 3 hissəsi deyirsə, onda mən nə etməliyəm? 144-ü vurmalıyam 8-də 3-ə. Burada vurduğumuz zaman uşaqlar bu 144 təbii ki, surətə vurulmalıdır. Burada aşağıda 8 qalmalıdır. Bunları da ixtisar elədiyimiz zaman uşaqlar, mesela bura 1, 18. 18 üçünü burada elədi, cavabımız 54. Bu uşaqlar baxın, deyir ki, birinci qrupa düşür deyir. Yəni 144-dən neçə nəfər? 54 nəfər çıxdıq. Neçədir burada? 90 nəfər qaldı. Sonra deyir ki, ikinci və üçüncü qrupdakı turistlərin sayı 7 bölünsün 8 nisbətində olarsa. Yəni biz 90-ı bölməliyik 7 bölünsün 8 nisbətində. Necə bölürdük uşaqlar? 90-ı bölürdük 7 ilə 8-in cəminə. Burada eləcə 90 bölünsün 15. Bu da eləcə cavabımız 6. Sonra biz 6-nı vurmalıyıq 7-yə. Burada 42 eləməlidir. Və 6-nı da vurmalıyıq 8-ə. Burada eləməlidir 48. Deyir ki, burada nisbətində olarsa en büyük qrupda neçə nəfər turist var? Baxın, bu birinci qrup idi. Bu ikinci qrup idi. Və bu da üçüncü qrup idi. Bizə deyir ki, en çok hansında var? Deməli, en çok birinci qrupda var. O da 54 nəfər olacaq uşaqlar. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun. Növbəti videolarda görüşmək ümidilə.